Hansı ədədin 40%-i 12-yə bölünən ən böyük iki rəqəmli ədədə bərabərdir? 12-yə bölünən ən böyük iki rəqəmli ədəd 96-dır. Deməli 40%-i 96 olan ədədi tapmalıyıq. Bunun üçün tənasüb də qura bilərik, tənlik də qura bilərik. 40%-i 96-dır. 100%-i x-dir. X bərabərdir 96 vur 100 bölünsün 40. 96 4-ə bölsə 24. Deməli 240-dır. Cavab C variantı. M-in hansı natural qiymətində x üstü m, y üstü 6, z üstü 8 bir həddisinin qüvvəti 19-a bərabər olar? Bir həddinin qüvvəti onun təşkil edən dəyişənlərin qüvvətləri cəminə bərabərdir. Yəni m plus 6 plus 8 bərabərdir 19-dur. Buradan m bərabərdir 19 çıx 14 eləyəcək 5. Cavab A-dır. 0,7 bölünsün 0,2 üstəgəl 1,5 bölünsün 0,2 çıxılsın 10,2 bölünsün 5,1 ifadəsinin qiymətini tapın. Kəsirin surət və məxrəcini vergüldən azad eləsək, birinci kəsir olacaq 70 bölünsün 2. İkinci kəsirdə 150 bölü 2. Üçüncü isə 102 bölünsün 51 bərabərdir. 35 üstəgəl 75 çıxılsın 2. 35-in üstə 75 gəlsə 110, 110-dan 2 çıxsaq 108. Cavab D variantıdır. İki düz xəttin kəsişməsi nəticəsində alınmış 4 bucaqdan 3-ünün cəmi 315 dərəcədir. Böyük bucağı tapın. İki düz xəttin kəsişməsindən alınan 4 bucağın cəmi 360 dərəcə olduğundan 360 dərəcədən biz 315-i çıxsaq, deməli bucaqlardan biri 45 dərəcə olacaq. Digər bucaqlar ya bu bucağa qonşu olacaq, ya da qarşılıqlı olacaq. Deməli 45-in qonşusu olacaq 135. Deməli bu zaman böyük bucaq 135 dərəcə olacaq. Cavab D variantı. X üstə n üstəgəl x üstə n minus 3 çıxılsın x üstə n plus 1 üstəgəl 11 bölünsün n çox həddisinin dərəcəsini tapın. Çox həddi bir hədlərin cəbri cəminə deyilir. Bir hədlər isə dəyişənlərin və ya ədədlərin köməyi ilə düzəlir. Yalnız vurma və ya qüvvətə yüksəltmə əməlinin köməyi ilə. Bu isə o deməkdir ki, onun təşkil edən dəyişənlərin qüvvətləri natural ədədlər olmalıdır. Buradan alırıq ki, n-3 sıfırdan böyük olmalıdır. 11 bölünsün n natural olmalıdır. Buradan n 1 və ya 11 ola bilər. Kəsirin natural olması üçün. 11-i biz daha doğrusu 1-i götürə bilməliyik. Çünki 1 n3-dən böyük olmalıdır. Deməli, n 11 olacaq. Onda bizim çox hədli x üstə 11 üstə gəl x üstə 8 çıxılsın x üstə 12 üstə gəlsin x. Yəni n-in yerinə burada 11 yazdıq. Bu çox hədlidir. Bu çox hədlinin dərəcəsi isə təbii ki 12-yə bərabərdir. Cavab Y variantı. A və B ədədləri qarşılıqlı əks ədədlərdir. C və D isə qarşılıqlı tərs ədədlər olarsa, A plus CD plus B plus 2 ifadəsinin qiymətini tapın. A ilə B qarşılıqlı əks olduğuna görə A plus B 0 olacaq. C və D qarşılıqlı sadə olduğuna görə, daha doğrusu qarşılıqlı tərs olduğuna görə CD hasili 1-dir. O zaman verilən, soruşulan daha doğrusu bu ifadə 0 üstə gəl 1 üstə gəl 2 olacaq 3. Cavab B variantı.
Verilənlərə əsasən x bucağını tapın. A və B-yə paralel xətt çəksək x bucağının təpə nöqtəsindən alfa 110 olduğuna görə bu alfa ilə bu bucaq daxili bir tərəfli bucaqdır. 70 dərəcə olacaq. Beta 120 olduğundan bu bucaq 60 dərəcə olacaq. 70, 60 və x-in cəmi 180 olmalı, çünki açıq bucaq əmələ gətirir. 70 plus x plus 60 bərabər 180, x bərabərdir 50 dərəcə alaraq. Cavab A-dır. Aşağıda verilən ədədlərdən hansının kəsr hissəsi 0,2-yə bərabərdir? Birinci ədədin kəsr hissəsi 0,4, yəni A variantındakı. B variantındakı ədədin kəsr hissəsi 0,2-dir. Elə bizə bu lazımdır. Deməli, cavab B variantıdır. Şəkildə Y-in tənbölən və MNK bucağı YNK bucağından 65 dərəcə böyükdür. Y-in tənbölən olduğuna görə YNK-yə alfa desək, MNY də alfa olacaq. Onda MNK 2 alfa olacaq. MNK bucağı 2 alfadır. YNK alfadır. Və 2 alfa alfadan 65 dərəcə böyüksə, yəni 2 alfa çıx alfa 65-dir. Elə deməli alfa 65 dərəcədir. MNK da 2 alfa olduğundan 130 dərəcə olacaq. Cavab C variantı. Sadələşdirin. Birinci modulun daxilindəki ifadə mənfi olduğundan kök 6 minus 2 olacaq. İkinci modulun daxilindəki ifadə müsbətdir, ona görə olduğu kimi çıxacaq oradan. 5 minus kök 6. Sadələşdirsək, cavab alınacaq 3. Yəni, mənfi ədədin modulu ədədin əksinə bərabərdir, müsbət ədədin modulu isə özünə bərabərdir. Cavab D. NA bərabər 7, NB bərabər 5, NA kəsişməyə bərabər 3 olarsa, NA birləşmə B-ni tapın. NA birləşmə B bərabərdir. NA üstəgəl NB çıxılsın NA kəsişmə B olduğundan 7 üstəgəl 5 çıxılsın 3 bərabər 9 olar. Və yaxud da Euler Venn diaqramının köməyi ilə kəsişmədə 3 element var. A-da 7 element olduğundan burada 4 element qalacaq. B-də 5 element olduğundan 5-dən 3 çıxsaq 2 element burada olacaq. Deməli, A, B-nin birləşməsində 4 plus 3 plus 2 bərabərdir 9 olar. Cavab B variantı. A çıxı B bərabərdir 6, AB bərabər 1 olarsa, A plus B-nin kvadratını tapın. A plus B-nin kvadratı bərabərdir A minus B-nin kvadratı üstəgəl 4AB. O da bərabərdir 36 üstəgəl 4 bərabərdir 40. A minus B 5 olarsa, ifadənin qiymətini tapın. Deməli, sonsuz dövrə onluq kəsiri çevirsək, 90-da AB çıxılsın A, çıxılsın 90-da BA çıxılsın B, bərabərdir. 90-da AB-ni 10A plus B kimi yazsaq, o da olacaq 9A plus B, çıxılsın 9B çıxılsın A. Sadələşdirsək, sürətdə alırıq 8A çıx 8B bölünsün 90. A çıx B 5 olduğundan 8 vur 5 sürətdə olacaq. Yəni 40 bölü 90. İxtisar etsək 9'da 4 alırıq cavab Y variantı.
A ədədi B ədədinin 80%, B ədədi isə C ədədinin 40%-dir. A ədədi C-nin neçə faizdir? A bərabərdir 0,8B, B bərabərdir 0,4C. Onda B'nin yerinə burada 0,4C yazsaq, A bərabər olacaq 0,8 vur 0,4C, 0,32C alacaq. Deməli, A ədədi C ədədinin 32%-dir. Cavab D variantı. Şəkildə deməli, ACD 32 dərəcədir. DEF 132 dərəcədir. CDE bucağını tapın. EF xəttini uzatsaq, deməli 132 dərəcəlik bucağın qonşusu olacaq 48 dərəcə və C bucaq CDE bərabərdir 32 plus 48, yəni 80 dərəcə. Cavab A variantı. Yəni belə bir şəkildə yaxud da tərsinə yəni x və y-in cəmi alfaya bərabərdir. Yaxud da x və y-in cəmi alfaya bərabərdir. Bu düstur əsasən. Və yaxud da ki, buradan paralel xətt çəkməklə yenə biz çarpaz bucaqlardan istifadə edə bilərik. Yəni, bura 32 olacaq, bura 48 olacaq. Bu bucaq olacaq, elə 32 və 48-in cəmi. 3 ardıcıl cüt ədədin cəmi m-ə bərabərdir. Kiçik ədəd aşağıdakı ifadələrdən hansına bərabərdir? Ardıcıl ədədlərin birincinə x desə, ikinci olacaq x plus 2, üçüncü olacaq x plus 4. Bunların cəmi m-dir. 3x plus 6 bərabərdir m. 3x bərabərdir m çıx 6. X bərabərdir m çıx 6 bölü 3. Kiçik ədəd elə x-dir. Cavab Y variantı. 5 rəqəmli ədəd 3-ə tam bölünərsə, A plus B cəminin ən kiçik qiyməti ilə ən böyük qiymətinin hasilini tapın. Ədədin 3-ə tam bölünməsi üçün onun rəqəmlər cəmi 3-ə bölünməlidir. Bu ədədin rəqəmlər cəminə baxsaq, 7 plus A plus B olacaq. Onda buradan alırıq ki, A plus B ya 2 olmalıdır 3-ə bölünməsi üçün. Yəni, bu 3 artacaq. 5, 8, 11, 14, 17, 21 və s. bu qaydalarla davam edir. 21 ola bilməz, çünki 2 rəqəmin cəmi A ilə B rəqəmdir. 2 dənə rəqəmin toplasaq 18-dən artıq ola bilməz. 9 ola bilərdi. Deməli, ən çox 17, ən az 2 olacaq. 2 vur 17 bərabərdir 34 A variantı. 16 üstü 9 bölünsün 8 üstü 6 vur 4 üstü 7 ifadəsinin qiymətini tapın. 16-nı biz 2 üstü 4 kimi yazsaq, 2 üstü 4 üstü 9. 8-i 2-nin kubu kimi yazaq, 2-nin kubu üstü 6. 4-ü 2-nin kvadratı kimi yazaq. Sürətli olacaq 2 üstü 36. Məxəzdə 2 üstü 18 vur 2 üstü 14. Yəni 2 üstü 32 olacaq. Burada 2 üstü 36 olacaq. Böləndə isə üstlər çıxılır. Olacaq 2 üstü 4, 16. Cavab A variantı. Mənfi A kvadrat plus 4A plus 9 kvadrat üçədlisinin ən böyük qiymətini tapın. Ən böyük qiymət düsturu 4AC çıx B kvadrat böl 4A düsturundan tapılır. 4AC bizdə olacaq mənfi 36 çıxılsın 16 bölünsün mənfi 4. Bu da eləyəcək müsbət 13. Cavab 13-dür. Qarşılıqlı bucaqlardan biri 2x plus 44, digəri isə 6x minus 28 olarsa, bu bucaqların cəmini tapın.
2x plus 44 və 6x çıxı 28 qarşılıqlı bucaq olduğuna görə bunlar bərabər bucaqlardır. Yəni 2x plus 44 bərabərdir 6x çıxı 28 olacaq. Buradan 4x bərabərdir 72'ye, x bərabərdir 18 alırıq. Onda biz bucaqlardan birini tapsaq, digəri ona bərabər olduğundan birini tapıb 2'ye vura bilərik. Bucaqların cəmini tapmaq üçün 2x plus 44 olacaq 36 plus 44 80 olacaq. Bu bucaqların cəmi dedikdə 80 plus 80 və yaxud da 80 vur 2 də yaza bilərdik. Cavab 160 olacaq. Birinci fəhlə işin 20%-ni 4 saata, ikinci fəhlə 50%-ni 30 saata görür. Bu işi onlar birlikdə neçə saata bitirərlər? Birinci fəhlə işin 20%-ni 4 saata yerinə yetirirsə, 100%-ni x saata desək, buradan x bərabərdir 20 alarıq. Yəni birinci fəhlə işi 20 saata yerinə yetirir. İkinci fəhlə işin 50%-ni 30 saata görürsə, bütöv işi, yəni 100%-ni y desək, 50% 30'dur. Y bərabərdir 60 alarıq. Bu işi onlar birlikdə neçə saata bitirərlər? Deməli, biri 20 saata, biri 60 saata bitirir. Onda 1 saata birinci 20'də 1 hissəsini yerinə yetirir, digəri 60'da 1. Toplasaq 60'da 4 alırıq. Burada 15'də 1 eləyəcək. Deməli, 1 saata 15'də 1 hissəsini yerinə yetirirlərsə, 15 saata işi tam görərlər. N-in neçə natural qiymətində 7 vurulsun 10 üstü 10 ədədinin tərtibi 11'ə bərabər olar. Tərtibin 11 olması üçün 7n ədədi 10'dan böyük bərabər olmalıdır. Yüzdən isə kiçik olmalıdır. Buradan n deməli 10 böl 7 ilə 100 böl 7 arasında olmalıdır. Yəni 1 tam 7'də 3 ilə 14 tam 7'də 2 arasında. Yəni 2'dən başlayırıq 14'ə qədər. Bu isə o deməkdir ki, n 13 qiymət ala bilər. Cavab 13. Uyğun tərəfləri paralel olan iki bucaq üçün uyğunluğu müəyyən edin. Uyğun tərəfləri paralel olan bucaqlar ya bərabərdir, ya da onların cəmi 180 dərəcədir. Birincidə əgər cəm 260 dərəcədirsə, deməli bu bucaqlar bir-birinə bərabərdir. Deməli 1'ə uyğun A variantıdır. İkincidə nisbətləri 2/3 nisbətindədirsə, deməli bu bucaqlar bərabər ola bilməz. Cəmi 180 dərəcə olmalıdır. Deməli 2k üstəgəl 3k bərabərdir 180. İkinciyə əsasən yazırıq biz. Deməli k olacaq 36. Bucaqlar olacaq 72 və 108. Deməli 2'yə CD uyğundur. Üçüncüyə baxsaq, fərqi 40 dərəcədirsə, yenə bunlar bərabər ola bilməz. Deməli, biri x-dirsə, digəri x plus 40'dır. Cəmi 180'dir yenə. 2x bərabər 140, x 70 olacaq. Deməli, bucaqların biri 70, digəri 110'dur. 70 və 110 B və Y variantlarındadır. Deməli, 1'ə A, 2'yə CD, 3'ə B, Y uyğundur. Uzunluğu 60 cm olan A1 parçası üzərində hər hansı C nöqtəsi qeyd olunub. BC
20'dir. Onda AB olacaq 60 çıx 20 bərabərdir 40. AB'nin uzunluğu AC'nin uzunluğu neçə faizdir? AB'nin uzunluğu AC'nin uzunluğunun neçə faizdir? Yəni 60 40'ın neçə faizidir? 60'ı 40'a bölüb 100'ə vursaq AB'nin uzunluğu AC'nin uzunluğunun neçə? AB 60'dır. Deməli alırıq 150 faizdir. Bizdə neçə faiz çoxdur soruşur. Deməli 150'dən 100'ü çıxsaq, deməli 50 faiz çoxdur. Cavab 50. 6'da 1 hissəsi su ilə dolu çənə 45 litr su əlavə etdikdə çənin 4'də 3 hissəsi boş qalır. Çən neçə litr su tutar? Çənin tutumunu x litr desək, onda 6'da 1 x üstə gəl 45. Onda çənin 4'də 3 hissəsi boş qalırsa, deməli 4'də 1 hissəsi dolur, bərabərdir 4'də 1x. Buradan ortaq məxrəc 12 eləsək, 12'də 2x üstə gəl 45 bərabərdir 12'də 3x. 12'də 1x bərabərdir 45. X bərabərdir 45 vur 12. Bu derəcə 540 litr. Deməli çənin tutumu 540'dır. 2 paralel düz xətti 3-cü düz xətlə kəsdikdə alınan daxili bir tərəfli bucaqların tən bölənləri arasındakı bucağı tapın. 2 paralel düz xətt çəkək. 3-cü düz xətlə kəsək. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə olduğunu bilirik. Onların tən bölənlərini çəksək. Bunların arasındakı bucağa da x desək. Deməli, tən bölən olduğuna görə bura alfa alfa yazaq, bura beta beta yazaq. 2 alfa üstə gəl 2 beta 180 dərəcədir. Alfa plus beta 90 dərəcə olacaq. Birinci bunu tapırıq. Sonra burada biz hərflərlə işarə etsək A, B, C üçbucağına baxsaq. X plus alfa plus beta 180 dərəcədir. Onda buradan x bərabərdir 90 dərəcə alırıq. Cavab 90'dır.